Optimum salam. Bugün sizinlə birlikdə güvən mətnlərinin düzgün işləmə qaydalarına nəzarət yetirəcəyik. Gələk və mətnimiz zümrüd daşıdır. Səhifə görmüş olduğunuz kimi 212-ci səhifədəyik. Gəlin başlayaq və gedək. Deyir ki, dəyərli daşlara marağı olan bir gənc zərgər olmaq istərmiş. Bu işə girəcəyəmsə yaxşı bir zərgər olmalıyam, deyir və ölkədəki ən yaxşı zərgər ustasını axtarmağa başlayır. Axtardığı usta nəhayət ki tapır. Gənc daşlara marağı olduğunu və yaxşı bir usta olmağa qərar verdiyini həyəcanla dilə gətirir. Nəslə bunu belə oxuyasınız. Özünüz oxuya bilərsiniz. Mən burada tutum oxuyum. Bax, məsələn, gözləyin. Aha. Video dayandırın. Buranı oxuyun. Davamı da budur. Buranı da oxuyun. Tamam. Buranı da oxuduzsa indi gəlin çalışmalara baxaq. Deyir, üzərində rəqəm sözlər haqqında doğru fikri müəyyən elə. Birinci, üzərində rəqəm yazılmış sözlərə təbii ki tapmalıyıq. Məsələn, burada gözümə tez soyuq dəyir 4, bağışlayır 3, gətirir var, bax fikir verin, gətirir var 1, başqa burada asır var. Başqa 5-ci də var, o da heç asmırmış, bu sözüymüş. İndi baxaq. Demək, burada qulaq asmaq 2 məcazidir, dilə gətirir, bu məcazidir, dilə gətirmək burada məcazidir, qulaq asır məcazidir, möhkəm bağlı, ovcunu möhkəm, bu həqiqidir, soyuq münasibət məcazidir, ovcunu heç asmırmış, bu da həqiqidir. İndi gəlin baxaq, bütün sözlər həqiqi mənə səhvdir, bütün sözlər mənə səhvdir. Birinci, ikinci, üçüncü sözlər həqiqi, birinci, ikinci və üçüncü xeyir. Birinci, ikinci, dördüncü sözlər məcazi və 3-5 görmüş olduğunuz kimi birinci, ikinci və dördüncü bunlar məcazi. 3 ilə 5 həqiqidir. Demək cavabımız D variantıdır. Gəldik bura. Deyir, mətnin tərkib hissələrinə aid fikirlərdən biri doğrudur. İndi mətnin tərkib hissələrinə aid fikirlərdən biri doğrudur. Hansı ola bilər? Mətnin bütün tərkib hissələri həzm etibarı ilə bərabərdir. Xeyir görmüş olduğunuz kimi çox da eyni deyil. Yəni baxanda bilinir elə. Mətnin giriş hissəsini gəncin narazılığından söz açdı. Xeyr, bu əsas hissədə idi. Mətnin nəticə hissəsi bir cümlədən ibarətdir. Bir cümlədən deyil, baxın 2 cümlə var nağdı burada. Mətnin nəticə hissəsində gənc ustanın demək istədiyini anlayır. Bilmirik də anlayır ya anlamır. Mətnin bütün tərkib hissələrində gəncin mühakimələrini əks etdirən cümlələr işlənmişdir. Bütün tərkib hissələrində vardı. Çünki bu məsələn burada deyir ki bağlayır. Bu bir zümrüd daşıdır. İndi isə yaxşı yox. Əks etdirən hamısında yoxdur. Görmüş oldunuz. Yəni, bunlarda ola bilər nəticə ilə əsasdır. Amma məsələn burada girişdə görmüş olduğunuz kimi yoxdur. Bu da oxuyuram. Möhkəm bağlayır. Bu zümrüd daşı tutacaqsın. Görmüş olduğunuz kimi giriş hissəmizdə bu mühakimələrdir. Elə bir şey sorğulur ki, bu dünya belədir zət. Onlar yoxdur məsələn burada. Gəldik 13-ə. Dinlədiyin mətnin əsas fikridir. Bir sənətə yiyələnmək üçün yaxşı ustadan dərs almaq lazımdır. Nisbətən bu ola bilər, amma baxacağıq. Bir sənətə yiyələnmək üçün yuxusuz qalmaq lazımdır. Burada heç kim yuxusuz qalmayıb. Bir sənətə yiyələnmək üçün üzü yolu olmaq lazımdır. Üzü yollarının nə demək olduğunu bilmədiyim üçün bunu saxlayırıq. Bir sənətə yiyələnmək üçün səbirli olmaq lazımdır. Bax, bu da ola bilər. Bir sənətə yiyələnmək üçün zəhmətkeş olmaq lazımdır. İndi baxırıq da, orada oğlan əslində çox da zəhmət çəkmir ki, yəni ovcunda daş daşır da, hələ zəhmətli işlər. Yəqin ki, burada səbirli olmaq lazımdır. D variantı düzgün cavab. Deyir, mətnə nöqtələn yeni hansı söz yazılmalı? Nöqtələr burada budur, deyir ki, ovcunu eyni ilə bu cür bağlayıb tutacaqsan. Qapalı tutacaqsan, möhkəm tutacaqsan, açıq, düz, aralı. İndi burada qapalı tutacaqsan. Qəşəng çıxmırdı. Çünki əlim bir şey ki, bu möhkəm bağlayıb. Möhkəm bağlayıbsa bu cür də möhkəm tutacaqsan. İndi möhkəm tutacaqsan, daşı qırmayasan ki, o indi orası da var da. İndi məsələn deyir ki, ovcunu eyni ilə bu cür qapalı tutacaqsan, açmayacaqsan. Ən qəşəng qapalıdır, çünki açmayacaqsan deyə, yəni möhkəm tutacaqsan. İndi məsələn əlimi qapatmışam, amma belə çox da möhkəm deyil. Ola bilər. Ona görə cavab qapalıdır. Qapalı mütləq olmalı. Cümlələrin biri ilə mətn əsas və nəticə hissəsini əlaqələndirmək olur. Demək, baxırıq ki, burada deyir, gənc çox əsəbiləşir. Demək, nəticə hissə buradadır. Usta daşı gəncin ovcuna qoyur və bağlayır. Burada başlayır və onsuz da ötən il hissinə
öyrənməm deyə düşün. Bu da əsasın sonu. İndi buranın arasında bir cümlə gətirəcəyik elə bil ki, usta heç nə başa düşə bilmir. Usta niyə başa düşə bilməsin ki, usta deyirik ağzımızda. Usta zümrüd daşını gəncə bağışlayır. Xeyr, usta gicləyir. Gəncin yaxşı bir zərgər ola bilməyəcəyi ortaya çıxır deyə bilənməli. Verilən dərs bəhrəsini vermişdi. Gənc kədərini usta ilə bölüşür. Usta gəncin daşına qoy. Bu ola bilər nisbətən. Deyir mətnin sonunda usta nə üçün gülümsəyir? O tələbəsinin artıq zərgərliyi öyrəndiyin görür. Sonra deyir ki, gənc və ustanın xasiyyəti baxımından usta müdrik. Sonra hər ikisi insan. Hələ yazanlar var, hələ yazmayan. O düzgün deyil. Gənc və usta hər ikisinin xasiyyətinə bilmirəm nə yazaq hələ ki. Amma gəncə şey yaza bilərik də, elə bir şey. Tələskən yaza bilərik, ya səbirli yazaq. Əslində səbir deyilir də, elə bir biraz yazaq. Tələskən elə bir şey. Tələskən. Gənc və ustana da hər ikisinə nə yaza bilərik? Mahir yazaq. Mahir düz olmur axı. Qətiyyətli, dözümlü, nə? Yaxşı. Buna axırda baxacağım. 18-ə bax, birinci. Deyir, mətnin ilk cümləsində onun üslubuna uyğun ifadə əlavə edərək yerinə yazır. Mətnin ilk cümləsində onun üslubuna. Deyir, dəyərli daşlara marağı olan bir gənc zərgər olmaq istəyirmiş. Bunu yaza bilərik ki, dəyərli daşlara böyük marağı olan bir gənc zərgər olmaq istəyirmiş. Burada böyük daşlara, yox, dəyərli daşlara böyük marağı olan bir gənc yazaq ki, yaza bilərik ki, marağı, böyük maraq yaza bilərik. Düzdürmü yaza bilərim, böyük maraq. Həm də yaza bilərik ki, zərgərlik peşəsinə yiyələnmək. Yiyələnmək istəyirmiş də, bildiniz, istəyirmiş. Məcazi qoyulur, çünki mətn bədi idi. Deyir, mətnin gəncin məsuliyyətli olduğunu əks etdirən iki cümlə seçib yazın. Nə deyir? Burada məsələn deyir ki, deyir, gənc daim deyinir, amma əlini heç vaxt açmır. Məsələn, əlini heç vaxt açmır. Bu bir var. Bir də burada yer yuxusuz qalırdı gecələr. Bunu bayaq oxuduqda gözdə burada oxumalısınız siz. Deyir ki, bir dəqiqə onu tapım. Deyir, bütün işləri əldə edilmiş. Deyir, əlini rahat, ovcu. Deyir, ovcu açılıb yerə, daş yerə düşməsin deyə daim narahat yatırmış. Bu da var. Narahat yatırdı. 20 deyir, altından xətt çəkilmiş ifadənin mənasını izah edin. Altından xətt çəkilmiş ifadə görək hansıdır? Bundan altından bizə içini yeyirmiş deyə necə istəyər deyəcən. İçini yeyirmiş. İçini yeyirmiş şeydir da, gözləyin. İçini yeyirmiş, elə bir ki, narahat edilmiş də, içini yeyirmiş, narahat etmək. İçini narahat edirdi, məsələn. Gənci narahat edirdi, gəncin içini yeyirdi. Bilmirəm indi, Allah təvəkkül. Nəsə deyir, gənc və ustanın xasiyyəti baxımından müqayisə edin. Gənc və usta hər ikisi normal idi. Mən nə yazım ortaya? Gənc və usta xasiyyəti baxımından. Xasiyyəti məsələn nə ola bilər? Xasiyyəti. Yəni bu sual görünür ki, səhvdir. Yəni bura hissə getmir. Bu sualda nəsə problem var. Nəysə, bugünlük bu qədər. Belə videoların davamı üçün birisidən eləmək lazımdır. Onları eləyin. Vəssalam da o bir videoda görüşərik. Sağ ol.